Mayın sonunda baş verəcək maqnit qasırğaları planetdəki bir çox insanın sağlamlığının pisləşməsinə səbəb ola bilər. Nefs 24 Az qeyd edir ki, alimlər bir neçə gün ərzində güclü göz stormu olacağını proqnozlaşdırdıqları üçün rabitə və elektrik avadanlıqlarında da fasilələr ola bilər. Mayın son həftəsində baş verən maqnit qasırğaları və sağlamlığınızı necə qorumağınız barədə bilməli olduğunuz şeylər. Kosmik Hava Mərkəzi və NAAA-nın xəbərinə görə mayın son bazar ertəsi sakit geomaqnit havası gətirəcək. Zəif maqnit qasırğasına uyğun gələn K2 gözlənilir. Geomaqnit vəziyyəti mülayim olacağı proqnozlaşdırılır, K3-ə qədər cüzi artım mümkündür. Alimlərin proqnozlarına görə geomaqnit aktivliyində kəskin artım proqnozlaşdırılır. Qırmızı səviyyəli maqnit qasırğasına uyğun gələn K5 gözlənilir. Sağlamlığın pisləşməsi mümkündür. Geomaqnit aktivliyi daha da artaraq K6 səviyyəsinə yüksələcək ki, bu da qırmızı səviyyəli maqnit qasırğasına uyğundur. Planetin ətrafında bir çox insan sağlamlıqlarının pisləşdiyini hiss edə bilər. Rabitə vasitələrinin pozulması da ola bilər. Alimlərin proqnozlarına görə geomaqnit aktivliyi K4 səviyyəsində mülayim olacaq. Belə dalğalanmalar meteohəssas insanlar, xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, körpələr və yaşlılar tərəfindən hiss edilir. Əlavə etmək lazımdır ki, günəş aktivliyi dəyişkəndir və göstəricilər hətta gün ərzində dəyişə bilər. Buna görə də alimlər proqnozları və yenilikləri izləməyi məsləhət görürlər.